Bu hələ ödənişli yoldur. Gör ödənişsiz nə gündədir. O necə asfaltdır ki, yağışa tab gətirmir. Amma yox, biz gərək ömrü boyu problemi yaşayaq, sonra ayılaq ki, bunu başqa cür eləmək lazımdır. Heç kim də deməsin ki, təbiət hadisəsidir, biz neyniyək? Yağışın dayanmağına çox sevindim. Amma o gün yarımlıq yağan yağış bizi nə günə qoydu özünüz gördünüz. Yollar çökdü ya kişi. O necə asfaltdır ki, yağışa tab gətirmir. Bayaq bir yazı gördüm. Yazılıb ki, yağışın bizə vurduğu zərər 1 milyonu ötüb. Bu yağış 4-5 gün yağsa o rəqəm yarım milyar dolar. Halbuki həmən pulları yolların daha keyfiyyətli olmasına xərcləyə bilərdik. Körpülərin drenaj sisteminin daha yaxşı olmasına xərcləyə bilərdik. Amma yox, biz gərək ömrü boyu problemi yaşayaq, sonra ayılaq ki, bunu başqa cür eləmək lazımdır. Sizə indi bir görüntü göstərəcəm, inanmayacaqsınız. İlk baxışdan adam elə başa düşür ki, bura hansısa gölün yanında olan yoldur. Xeyr, bura ödənişli Bakı-Quba yolunun digər hərəkət istiqamətidir və tamamilə suyun altında qalıb. Bildiyiniz kimi bu yolda maşınlar batıb. Bu da sizə batan maşının görüntüsü. Bu da onun oradan çıxarılma görüntüsü. İndi yəqin bu yola ödənmiş pullarla o batan maşının ziyanı ödənər. Heç kim də deməsin ki, təbiət hadisəsidir, biz neyniyək? Bir günə sənin pullu yolun bu günə qalırsa, günah təbiətdə deyil. Bu hələ ödənişli yoldur. Gör ödənişsiz nə gündədir. Bura isə əvvəlki adı ilə Lökbatan olan yeni Venesiyamızdır. Əziz rejissorlar, filminizdə dəniz, göl çəkişi varsa uzağa getməyin. Lökbatanımız ən son avadanlıqlarla hər növ suyu özündə saxlayır. Orada yaşayan cəmaət üçün bu halın nə qədər çətin olduğunu anlayırsınız. İşə gedən, dərsə gedən, həkimə gedən adamları təsəvvür edirsiniz. Düşünün orada bir hamilə xanım var və xəstəxanaya çatdırılmalıdır. İndi bu vəziyyətdə o iş nətər olacaq? Vallahi mən haqsız danışmıram. Qarışqadan fil düzəltmirəm. Yağış intensiv yağmayıb. Sadəcə bizdə küçələr yarım saatlıq yağışı da hesablamır. Və oranın sakinləri deyir ki, yağış yağan kimi küçələrimiz belə olur. Adiyyəti qurumlara bildirmişik, baxan yoxdur. Bu adiyyəti qurumlar bu hadisəyə baxmırsa, bəs nəyə baxır? Hələ hər şey bir yana. Yağışdan bir neçə işıqfor sıradan çıxıbmış. Yaxşı ki, onları düzəldiblər. Sən demə su bizim düşmənimiz imiş, xəbərimiz yoxdur. Ağsuda baş verən dəhşətli hadisə də buna sübutdur. Sel suları nəticəsində tikinti aparan işçilər köməksiz qalıb. Sahə rəisi Pərviz Həyatullayev özü qabağa keçib onları xilas eləmək istəyirmiş. Amma faciəvi şəkildə həyatını itirib. Pərviz Həyatullayev ekskavatorun çalov hissəsinə çıxaraq onlara yaxınlaşıb. Amma təəssüf ki, sel suyu ekskavatoru da aparıb. Həm ekskavatorun sürücüsü, həm Pərviz, həm digər 2 kömək gözləyən işçi çaya düşüb. 3 nəfər xilas olsa da Pərviz Həyatullayev xilas ola bilməyib. İşçilər deyir ki, o rəhbər idi. Hər hansısa birimizi də göndərə bilərdi. Lakin öz həyatını riskə atdı. Allah rəhmət eləsin. Növbəti xəbərimiz isə bir molla ilə bağlıdır. 85 yaşlı molla həbs olunub. Bilirsiniz nə ilə? Cinsi zorakılığa cəhdlə. Əxlaqsız hərəkətlər etdiyi üçün həbs eləyiblər. 90 plusda avtoqol vurub udzan komandalar kimi bu yaşda cənnəti vermisən. Amma yox, bu 85 yaşında belə şeylər eləyibsə, gör cavanlığında nələr eləyib. Məzarlıqda 3 ildir buna qayıb yazırlar, gör nəyin axtarışındadır. Bu dırnaqarası ruhaniyyət 4 il 6 ay iş kəsilib. Sizə 4 il az gələ bilər, amma onun üçün ömürlük həbsdir. Buradan o başa düşmək olur ki, bir insanın peşəsi hər zaman onun şəxsiyyətini göstərmir. Xatırladım ki, bir müddət əvvəl bir molla narkotik satışına görə saxlanılmışdı. O biri dünyada cavab verə bilməyəcəklərini başa düşən adamların elədiyi hərəkətlər bunlar olmalı deyil.